Mənə qorxutma. Mən sənin üçün uşaq zat deyiləm. Hələ uşaqsan, böyüksən, özün bilərsən. Məni ki, yaxşı tanıyırsan. İslammışın yağışdan nə qorxusu? Yaxşı yadında saxla, sən ölməni satıb eləsən, bağırsaqlarını tökərəm yerə. Əşi, sən nə qərib adamsan, mən adam satarım. Kimi istəyirsiniz? Mənə Fazil Qəmərli lazımdır. Fazil mənəm. Sizinlə söhbətim var. Buyurun. Amma sözlərimi qulağında sırğa elə ya. Eləmə bu söhbətə belə qaydaq. Mən sizi Əhməd Qəmərlinin ölüm işinə görə narahat eləyirəm. Dəhşətli ölümdür. Kişi mənə görə getdi. Mənə görə. Sizə görə? Mən olmasaydım onun burada nə işi vardı ki? Atam 43-cü ildə müharibədə həlak olub. O vaxtda məni də, bacımı da əmim saxlayıb, boya başa çatdırıb. Əmim bizim hər dərslərimizə şərik olardı. İndi elə danışıram, elə bil, həyatda heç belə adam olmayıb. Bacınız əminizin dəfninə gəlmişdi. Bəli, gəlmişdi. Amma çox qala bilmədi. Körpə uşağı var. Bakıda əminizlə bir yerdə yaşayırdınız. Bəli. Universiteti qutarandan sonra təyinatımı verdilər bura. Nə vaxt? İl yarımda buradayam. Bakıya tez-tez gedib gəlirdiniz? Əlbəttə. Kişi bizsiz yaman darxırdı. Axırıncı dəfə nə vaxt getmişdiniz? Ayın 22-sində. Şənbə günü, dərslər qutarandan sonra. Bazar günü də qaldınız orada? Bəli. Bazar günü axşam çıxdım Bakıdan. Bazar ertəsi səhər dərsim vardı axı. Deməli... 23-ü Bakıdan çıxmışsınız, 24-ü keçib, 25-ində əminiz gəlib bura. Cəmi bircə gün keçəndən sonra təzdən sizi görməyə gəlib bura? Yox. Əmim mənim işim üçün gəlmişdi bura. Bura baxın, Fazil müəllim. Əgər istəyirsiniz, əminizi öldürən adam cəzasına çatsın, heç bir şey gizlətməyin. Nə bilirsiniz, deyin. Sizdən nə gizlədim? Mənim Bakıda nişanlım var. Özdə qızın atası ilə mənim əmim yaxın dost olublar. Mən bura gələndən sonra... Qız sizi bəyənmədi. Yox, mən ayrısını bəyənmişəm. Deyirsiniz, başqasını bəyəndiniz? Bəli. Rus dili müəlliməsidir, Safradadır. Əmim razılıq vermirdi, deyirdi, yaxşı iş görmürsən. Kişi belə iş tutmaz. Mən də bilirəm, yaxşı iş deyil bu. Amma adamın özündən asılıdır bəyəm, adam özü bilmir necə olacaq. Cavan uşaqlarda nişanlamışlar bizi, elə bilirdik, istəyirik bir-birimizi. Sonra məlum oldu ki, uşaq işləridir bu. Getdim Bakıya kişini başa salam. Yox dedi. Gərək gələm görün məsələ nə yerdədir. Yaman tərs adamdır. Elə evdə də, işdə də. Vaxtı ilə o sizin kolleganızdır.
Uzun müddət milisdə işləyib, milis rəisi olub. Quldurları, qaçaqlara can vermədi, amma bir saat ordusunun bıçağının qurbanı oldu. Kimin? Bəs bilmirsiniz, kişini cip saatına aparıblar. Bəlkə oturaq. Fazıl müəllim, çalışın, əminiz gələn gecəni əvvəldən axıra qədər yadınıza salın. Bütün təfərrüatı ilə. Nə olursa. Olar? Əlbəttə. Yolda deyirdi, əcəb sakit yerdi buralar. Şəhərin hakimindən dincələr biraz. Həm də görər necə yaşayıram mən. Amma evə çatanda nədənsə qanı qaralmışdı. Kişinin əhvalı birdən dəyişdi. Yox, Fazıl müəllim, belə olmaz. Əminiz gələn gecə vağzalda sizdən başqa adam var idi. Deyəsən vardı. Kim? İmaş. Qız bilirdi əminiz narazıdır. Hansı qız? Rus dili müəlliməsi də. Bilirdi. Ona demişdiniz əminiz gəlir. Xeyr, deməmişdim. Bu barədə heç kimə deməmişdiniz. Demişdim. Kimə? İmaşa, Safuranın qardaşına. O bizim arxamızca gəlirdi. Sonra itirdim onu gözdən. Gördüm İmaşı. Sizdeydi. Siz onu hardan tanıyırsınız? Hə? Keçdi. Gedək.